Əziz oxatan və yüksələn oxatan var. 2025-ci ili yola salmağa hazırlaşarkən artıq baxışlarımızı 2026-cı ilə çeviririk. Bu yeni ildən gözləntimiz böyükdür. Xüsusilə də siz bir od bürcü olaraq Saturn və Neptunun od elementinə keçməsi, Jüpiterin isə iyunun sonu etibarilə yenidən od qrupuna daxil olması ilə birlikdə göy üzündə ciddi bir od vurğusu yaranacaq. Bu nə deməkdir? Özünüzü daha təbii, daha rahat, sanki öz elementinizdə hiss edəcəyiniz bir ilə daxil olursunuz deməkdir. Buna görə də qoç, şir və oxatanlar digər bürclərə nisbətən çox daha güclü təsirlər alacaqlar. Üstəlik bu təsirlər sizi yoran deyil, daha çox açan, hərəkətə gətirən enerjilər olacaq. Başlamazdan əvvəl qısa şəkildə xatırladım. Jüpiter hansı bürcə girirsə və sizin xəritənizdə hansı evə düşürsə, o sahədə şans və fürsətləriniz artır. Az sonra buradan yana şanslısınız, buradan fürsətlər gəlir dediyim yerdə əslində Jüpiterdən danışmış olacağam. Bu il Jüpiter 30 iyunda bürc dəyişdirib şir bürcünə keçir. Yəni əvvəlcə bir sahəni böyüdüb şanslandıracaq, ardından başqa bir sahədə şans qapılarını açmağa başlayacaq. Nə vaxt ki, burada məsuliyyətlər artır, bu mövzuda sınaqdan keçirsiniz desəm, bilin ki, səhnədə Saturn var deməkdir. Saturnun təsirlərini danışdıqdan sonra digər planet keçidlərinə toxunacağam və ən əsası tutulmalar və şimal-cənub ay düyünlərinin dəyişməsinin sizin üçün nə məna daşıdığını izah edəcək. Hansı mövzularda daha çox yatırım etməlisiniz? Harada özünüzü ortaya qoymalısınız? Yeni ay və dolunay ay dövrləriniz nə vaxtdır? Maddi baxımdan hansı zaman aralıqları daha üstün? Hamısını tək-tək danışacağam. Gəlin 2026-cı ilə bir oxatan gözü ilə baxmağa başlayaq. Jüpiter. Ortaq pul, kreditlər və ardınca səyahət qapıları. Əziz oxatan və yüksələn oxatanlar. 2025-ci ilin yay aylarında işə düşən Jüpiter təsiri 2026-nın 30 iyununa qədər davam edir. Jüpiter hazırda xərçəng bürcündədir və sizin ortaq pul, birgə resurslar evinizdə hərəkət edir. Bu nə deməkdir? Ortaqlıq və görülən işlər, başqaları ilə paylaşdığınız gəlirlər, kreditlər, vergi, faiz, sığorta mövzuları, miras, aliment, təzminat kimi başqalarının qaynaqları üzərindən gələn pullar sahəsində şanslarınız artır. Əgər vasitəçilik, məsləhətçilik kimi iş görürsünüzsə və ya başqalarının pulunu idarə etdiyiniz bir mövqedəsinizsə, çox gözəl fürsətlər yakalama potensialınız yüksəkdir. Uzun müddətdə həll etməyə çalışdığınız bir miras məsələsi varsa, bu il ən gec 30 iyuna qədər nəticələnə və əlinizə pul keçə bilər. Evlisinizsə, həyat yoldaşınızın maddi şəraitindəki yaxşılaşmalar sizi də rahatlada bilər. Ortaq büdcənizin genişləndiyini, ödənişlərin daha asan çevrildiyini hiss edə bilərsiniz. Kredit götürmək üçün uyğun şərtlər yarana bilər. Götürdüyünüz krediti normalda qorxacağınız qədər çətinlik çəkmədən ödədiyinizi görə bilərsiniz. Bu baxımdan xüsusilə 3 yanvardakı dolunay, 9 iyunda Venüs-Jüpiter kavuşumu maddi mövzularda müsbət inkişaflara açıq tarixlərdir. Bura eyni zamanda seksuallıq və məhrəmiyyət sahəsidir. Evlisinizsə və ya uzun müddətli bir münasibətiniz varsa, partnerinizlə aranızdakı bağın gücləndiyi, duyğusal və fiziki yaxınlığın dərinləşdiyi bir dövrdən keçə bilərsiniz. Ruhsal baxımdan da hardan gəlmişəm, haraya gedirəm, həyatın dərin mənası nədir kimi suallara daha çox baş yora, mənəvi mövzulara marağınızın artdığını fərq edə bilərsiniz. Sağlamlıq baxımından əgər önəmli bir əməliyyat keçirməyiniz lazımdırsa, bu dövrdə göy üzü sanki sizi qoruyan kimi işləyə bilər. Prosesləri daha rahat yaşama ehtimalınız yüksəkdir. 30 iyundan sonra Jüpiter, şirdə, səyahət, təhsil, uzaqlar. 30 iyundan sonra Jüpiter şir bürcünə keçir və sizin səyahət, təhsil, xarici ölkələr və hüquq mövzuları evinizi işıqlandırmağa başlayır. Bir oxatana səyahətlər artır deyildikdə, üzünüzdə yaranan təbəssümü təxmin edə bilirəm. Bu dövrdə daha tez-tez yola çıxıb səfərə gedə bilərsiniz. Xariclə bağlı layihələrin arxasınca düşə bilərsiniz. Fərqli mədəniyyətlərdən insanlarla bir arada olmaqdan böyük zövq ala bilərsiniz. Ticarətlə məşğulsunuzsa, beynəlxalq əlaqələr, idxal-ixrac, xaric ortaqlıqları sizə yeni qazanc qapıları aça bilər.
Tələbə bir ox atansınızsa, imtahanlardan üz güldürən nəticələr, xaricdə təhsil fürsətləri, akademik anlamda önəmli açılımlar gündəmə gələ bilər. Uzaqda yaşayan qohumlarınız varsa, onların həyatında baş verən gözəl hadisələrin sizin həyatınıza da müsbət yansıdığını görə bilərsiniz. Hüquqi mövzularda davam edən davalarınız varsa, bunlarda da şans ümumi olaraq sizdən yana işləyə bilər. Turizm, media, nəşriyyat, internet, beynəlxalq platformalar kimi sahələrdə çalışan oxatanlar üçün ilin ikinci yarısı həqiqətən çox qiymətlidir. Bol-bol gəzin, üfüqünüzü açacaq mühitlərə girin, yeni şeylər öyrənin. Eşinizin qohum və bacı qardaşları ilə münasibətlərdə də bu dövrdə daha çox dəstək görə bilərsiniz. Ancaq diqqət! 20 iyul ətrafında həm yaxın çevrə, uzaq çevrə balansınızda, həm də təhsil, media, səyahət, ticarət sahələrinizdə güc çəkişmələrinə, gərgin situasiyalara açıq ola bilərsiniz. Bu tarixə böyük başlanğıcları, önəmli imzaları, kəskin qərarları salmamağınızı tövsiyə edərəm. Onun xaricində 30 iyundan sonraki proses ümumilikdə xeyli dəstəkləyici görünür. Saturn dip nöqtədən çıxır, eşq və uşaqlar gündəmə gəlir. Saturn məsuliyyətləri, dərsləri, həyatın ciddi tərəfini təmsil edir. Siz bu təsiri 14 fevral etibarilə eşq və uşaqlar sahənizdən almağa başlayacaqsınız. Son 2,5 ildə Saturn xəritənizin ən dərin nöqtəsindən keçirdi. Bu müddət ərzində sağlamlığınızda çətinliklər, ev və ailə düzəninizdə problemlər, vərdişlərinizi dəyişməyə məcbur qalmağınız kimi durumlar yaşamış ola bilərsiniz. Səsinizi eşitdirmək istəmiş, amma heç kim məni anlamır, deyə düşündüyünüz zamanlar ola bilərdi. Əgər bu prosesdə dəyişikliklərə dirəndinizsə, Saturn bunu daha çox sağlıq və ailə üzərindən hiss etdirmiş ola bilər. 14 fevrala qədər bu təsirlər yavaş-yavaş sönərkən, Saturn artıq eşq evinizə keçir. Bu nə deməkdir? Aşk həyatınız ciddiləşir. Sadə flört deyil, daha ayağı yerdə olan münasibətlər gündəmə gəlir. Uşaq sahibi olmaqla bağlı mövzularda məsuliyyətlər artır. Gənc və subay bir oxatansınızsa, artıq həqiqətən düzgün bir münasibət istəyirəm, məni daşıya biləcək, birlikdə böyüyə biləcəyimiz biri olsun, deyirsinizsə, bu arzularınız konkret forma ala bilər. Amma bu ilişki eyni zamanda ciddi öhdəliklər də gətirəcək. Evlisinizsə, artıq bir uşağımız olsun söhbətləri sürətlənə bilər. Əksinə, övladımız varsa, ona qarşı davranışınız biraz həddindən artıq otoritarlaşa bilər. Bunu et, bunu etmə deyən, müəllim kimi davranan halınız aranızda məsafə yarada bilər. Sənət, yaradıcılıq yönlü bir işiniz varsa, bu sahədə də ciddi bir strukturlaşdırma prosesinə girə bilərsiniz. Proyektlərinizin altını daha möhkəm doldurmalı, zəhmət göstərməli, səbirli olmalısınız. Bura eyni zamanda riskli işlər sahəsidir. Birja, valyuta, spekulativ yatırımlar kimi mövzularda Saturn sizə 2 dəfə fikirləş deyir. Xüsusilə tələsiksinizsə, heç kəsi dinləmədən qərar vermə meyliniz varsa, bu 2,5 illik dövrdə gözlənilməz durumlarla qarşılaşa bilərsiniz. Bu baxımdan xüsusilə 17, 18, 19, 20 aprel tarixlərinə diqqət edin. Başınıza görə risk almaq, yatırımlara atılmaq, heç nə olmaz demək yerinə əyləci basın. Bu günlər adeta dayan, bir düşün enerjisi daşıyır. Uran, ikili münasibətlər və evlilikdə sürpriz səhifə. May ayı etibarilə Uran sizin ikili münasibətlər və evlilik evinizə yerləşir və 7 il boyunca burada qalır. Bu da köçmək, evlilik qərarı, boşanma, ortaqlı işlər, müqaviləli sözləşməli münasibətlər kimi mövzularda sürətli, qeyri-adi, gözlənilməz inkişaflara açıq olacağınız deməkdir. İndiyə qədər mən belə birinə əsla maraq duymaram dediyiniz tiplər sizə cəlbedici gələ bilər. Çox zeki, fərqli, azad ruhlu insanlara istiqamətlənə bilərsiniz. Bir anda evlənmək qərarı ala və ya mən bu münasibətdə qala bilmərəm deyərək ani ayrılıq yaşaya bilərsiniz. Oxatan bürcünün ilk dərəcələrində doğulmusunuzsa, xüsusilə noyabr oxatanları, bu təsiri ilk siz hiss edəcəksiniz. Sizə belə et deyildiyində anidən tərs reaksiya verib, azadlığınızı çox daha alovlu şəkildə müdafiə edə bilərsiniz.
28 avqustdakı tutulma da bu baxımdan diqqətə layiqdir. O tarixdə ev, ailə, yuva, ev daxili münasibətlərdə ani reaksiyalar vermə, rest çəkmə potensialınız yüksəkdir. Həm həyatımızdakı insanla, həm də ailənizlə münasibətlərdə körpüləri yandırmamağa, nəfəs ala biləcəyiniz sahə buraxmağa çalışın. May və avqust ayları bu baxımdan xeyli kritik görünür. Tutulmalar. Karyera, ailə, yaxın çevrə və səyahətlər. 2026-cı ildə tutulmalardan aldığınız təsirlər də xeyli güclüdür. 3 Mart tutulması karyera sahənizi hərəkətə gətirir. Son 1,5 ildə peşə baxımından yaşadığınız çətinliklər, eniş-yoxuşlar, məni aşağı çəkən şərtlər bu tutulma ilə daha görünür ola bilər. Artıq hansı addımı atmalı olduğunuzu, nəyi geridə buraxıb, nəyi davam etdirməli olduğunuzu daha dəqiq görə biləcəksiniz. 28 avqust tutulması az əvvəl dediyimiz kimi ev, ailə, yuva mövzularını hərəkətə gətirir. Evinizdə, ailə düzəninizdə, köçmə, yer dəyişikliyi, ailə fərdləri ilə münasibətlər kimi mövzularda sürətli və gözlənilməz hadisələr işə düşə bilər. 17 fevralda Kovadakı günəş tutulması sizin yaxın çevrə, bacı-qardaşlar, qohumlar, qonşular sahənizdə baş verir. Yaxınlarınızın həyatında önəmli hadisələr ola bilər. Bacı-qardaş, kuzen, qonşu, birlikdə çalışdığımız insanlar bu dövrdə sürpriz qərarlar ala bilərlər. Bu durumlar sizin həyatınıza da dolayı yolla təsir edəcək. Xüsusilə birlikdə iş gördüyünüz yaxın çevrə insanları ilə münasibətlərdə 17 fevral ətrafını çox yormamağa çalışın. 12 avqustdakı günəş tutulması isə səyahət, xarici ölkələr, hüquqi işlər və təhsil sahənizdədir. Bu tutulma ilə birlikdə xaric bağlantılı işləriniz sürətlənə, uzaq səfər planlarınız dəqiqləşə, hüquqi proseslərinizdə önəmli addımlar atıla, təhsil mövzusunda yeni və güclü başlanğıclar edə bilərsiniz. Bu tutulmanın təsirləri təxminən 6 ay davam edəcək. 27 iyulda ay düyünləri Kova bürcünə keçir. Bu da enerjinizi daha çox yaxın çevrə, qısa səyahətlər, qısa təlimlər, qohum və bacı-qardaşlar sahəsinə yönləndirməyiniz gərəkdiyini göstərir. Yəni, hep uzaqlara gedim modunu biraz balansda saxlamalı. Yaxın çevrənizin ehtiyaclarını görməzdən gəlməməli. Qısa məsafəli planlara da yer açmalısınız. Venüs və Merkuri geriləməsi. Keçmiş yenidən qapıda. 3 oktyabr ətrafı diqqət etməli olduğunuz bir dövrdür. Öncə Venüs, sonra Merkuri geriləməyə başlayacaq. Venüs sizin kadersel, gizli, bilinçaltı sahənizdə retro edəcək. Bu da təxminən 8 il əvvəlki, təxminən 2018% kimi mövzuların yenidən qarşınıza çıxa biləcəyini göstərir. O dövrdə nələr yaşadığınıza qısa nəzər salın. Bənzər duyğular, bənzər insanlar və ya bənzər hadisələr bu payızda yenidən gündəmə gələ bilər. 24 oktyabrda Merkurinin eyni sahədə geriləməsi ilə keçmişdə verdiyiniz reaksiya var. Bitməmiş məsələlər, bağlanmamış dəftərlər həm iş, həm də xüsusi həyat sahəsində yenidən müzakirəyə açıla bilər. Bu səbəblə oktyabr ayını yeni bir şeyə atılmaqdan çox, köhnəni gözdən keçirmə, tamamlanması gərəkənləri tamamlama dövrü olaraq dəyərləndirin. Nə maddi baxımdan, nə münasibətlərdə, nə də fikir və layihələrdə böyük addımlar üçün oktyabr ayı çox uyğun görünmür. Digər önəmli tarixlər və ümumi durum. 10 fevral sonrası. Eviniz və yuvanızla bağlı dəyişikliklər, dekorasiya, köçmə, ev əşyası alma kimi mövzular gündəmə gələ bilər. Daşınmaz əmlak alım-satımı, kiralama işləri üçün 10 fevral sonrası dəyərləndirilə bilər. 6 mart ətrafı. Eşq həyatınız və xüsusi münasibətləriniz daha görünür ola bilər. Romantika arta bilər. 24 aprel sonrası. Sevdiyiniz insanla gələcəyə dair böyük planlar qurmaq, ortaq qərarlar alma prosesinə girə bilərsiniz. Sağlamlıq baxımından, Satürnün dip nöqtənizdən çıxması, ümumilikdə özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq. Özünüzə və həyatınıza daha pozitiv baxmanız, iç yükünüzün yüngülləşməsi mümkündür. Əziz oxatan və yüksələn oxatanlar. 2026 sizin üçün həm maddi, həm duyğusal, həm də zehni baxımdan güclü bir dönüşüm ili olacaq. Ortaq pul mövzularını nizamlaya bilərsiniz.
Səyahət və təhsil sahələrində böyüyəcəksiniz. Eşq və uşaq mövzularında ciddi qərarlar alacaqsınız. İkili münasibətlərdə ani, amma öyrədici təcrübələrə açıq olacaqsınız. Ümid edirəm bu il sevdiklərinizlə, bacı-qardaşlarınız, qohumlarınız və yaxın çevrənizlə dolu-dolu, keyifli günlər keçirərsiniz. Şansın, sevginin və gözəl səyahətlərin sizinlə olduğu bir 2026 arzuluyuram.